Salam, dəyərli tamaşaçılar. Birliyin, mərhəmətin və mənəvi yenilənmənin ayı olan Ramazan ayının mübarək bir gecəsində xoş gördük sizləri. Ramazan yalnız sübh ilə axşam arasındakı azlıq və susuzluq deyil. O, ruhun saflaşdığı, könüllərin birləşdiyi, insanların bir-birinə daha da yaxınlaşdığı ilahi bir aydır. Bu ayda sevgi və şəfqət süfrələrdə deyil, ürəklərdə də paylaşılır. Yardım edən əllər uzanır, qəlblər yumşalır, ehtiyacı olanların halı daha da yaxşı dərk edilir. Bu axşam biz Ramazanın cəmiyyətə gətirdiyi sosial faydalar, həmrəylik və yardımlaşmanın insan ruhundakı əksi, mənəvi dəyərlərin güclənməsi kimi mövzular ətrafında söhbət atacağıq. Studiyamızın çox dəyərli qonağını dəvət etmədən öncə gözəl bir Quran tilavəti dinləyək, ondan sonra mövzumuzu müzakirə edəcəyik. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إن في خلق السماوات والأرض واختلاف الليل والنهار لآيات لأولي الألباب الذين يذكرون الله قياما وقعودا وعلى جنوبهم ويتفكرون في خلق السماوات والأرض ربنا ما خلقت هذا باطلا سبحانك فقنا عذاب النار ربنا إنك من تدخل النار فقد أخزيته وما للظالمين من أنصار ربنا إننا سمعنا مناديا ينادي للإيمان أن آمنوا بربكم فآمنا ربنا فاغفر لنا ذنوبنا وكفر عنا سيئاتنا وتوفنا مع الأبرار ربنا وآتنا ما وعدتنا على رسلك ولا تخزنا يوم القيامة إنك لا تخلف الميعاد صدق الله العظيم. Bəli, əziz izləyicilərimiz,
bugünkü studiyamızın qonağı çox dəyərli insan, dəyərli millət vəkilimiz, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovdur. Ceyhun müəllim, xoş gördük sizi. Hoş gördük. Ramazan ayınız mübarək olsun. Sizin də. Çox sağ olun ki, öz dəyərli vaxtınızı, dəyərli zamanınızı ayırıb bizimlə bərabərsiniz. Çox önəmli və aktual bir mövzunu müzakirə edirik. Mənim qeyd etdiyimiz kimi bugünkü mövzumuz Ramazan ayının sosial faydalarıdır. Sosial cəmiyyətə, insanlığa həmrəylik, birlik və bərabərliyi baxımından Ramazan ayını necə dəyərləndirə bilərik? Əslində biz Ramazanın fəlsəfəsinə baxanda, Ramazanla bağlı Quran ayələrinə, hədislərə baxanda bir daha görürük ki, Ramazan yalnız sizin də qeyd etdiyiniz kimi bir ay az qalmaq məqsədi daşıyan bir ibadət deyil. Yəni, biraz da dərindən məsələyə baxsaq, Allah Taala'nın bizim az qalmağımıza ehtiyacı yoxdur. Ramazan birinci növbədə nəfsin tərbiyəsidir, günahlardan arınmasıdır, saflaşmasıdır və Ramazanın digər bir önəmli, ən vacib tərəflərindən biri də bizə aşıladığı dəyər də mərhəmət hissinin, şəfqət hissinin artmasıdır. Yəni, insanlar az qalarkən digər az qalan insanları da düşünürlər. Bəzən insan tox olarkən bu barədə o qədər düşünə bilmir, çünki o toxdur. Amma az qalmaqla bugünkü dövrdə də biz baxırıq ki, nə qədər dünyada insan var ki, o yemək tapır, su tapır, söhbət milyonlarla insanla gedir. Və o mənada da Ramazan bizə insanlarla şəfqətli davranmağı, mərhəmətli davranmağı öyrədir və bizim mərhəmət hissimizi daha da artırır. Çünki biz bir daha gəlirik, əslində bütün ibadətlərin fəlsəfəsi budur. Bəzən insanlar elə düşünürlər ki, biz bir ay oruc qaldıq və ya namazı qıldıq, həccə getdik, yəni bir vacibi yerinə yetirdik. Bəli, bunlar fərzdir, amma bunun arxasında biz hansı əməllərlə günümüzə davam etdik və üzərimizə düşən vəzifəni yerinə yetirdik. Ona görə burada yəni insanlar çalışmalıdırlar ki, bu ay ərzində özlərində bu hissləri daha da gücləndirsinlər, artırsınlar. Çünki biz ümumiyyətlə hədislərə də baxanda, məsələn, mən tez-tez bu hədis barədə düşünürəm. Məsələn, deyir ki, yəni bizim yerdəkilərə irhamu mən fil ard, yarhamkum mən fis səma. Yəni yerdəkilərə rəhm edin ki, göydəki də sizə rəhm etsin. Əgər biz istəyiriksə ki, Allahın rəhmətinə qovuşaq, biz yerdəki insanlara mərhəmətlə davranmalıyıq və bu anlamda mənim müşahidə etdiyim odur ki, bəzən müsəlmanların bir qismi ibadətin fəlsəfəsini tam anlamırlar. Yəni, bunun Ramazanın mənəvi tərəfi, mənəvi üstünlüyü, mənəvi tərbiyəsi bütün məsələlərdən üstə dayanır. Və təbii ki, burada da müxtəlif əməllərdir. Baxın, İslam alimləri tövsiyə edirlər ki, məsələn, zəkat çox vaxt Ramazan ayında çıxarılır. Bu ayda fitrə zəkatı var. Bu da yenə həmən məsələnin davamıdır ki, heç olmasa ay sonunda hamı bayramı bərabər keçirə bilsin. İftar süfrələrinin təşkilidir və bütün bunların hamısının ana hədəfi və məqsədi bir daha ona gəlirik ki, yəni cəmiyyətdə yardımlaşmanı gücləndirmək, cəmiyyətdə bərabərlik hisslərini gücləndirmək və həmrəyliyə nail olmaq. Ona görə biz bu mənada oruç tutmaqla yanaşı özümüzü bir təftiş etməliyik. Öz əməllərimizə baxmalıyıq. Yəni bu Ramazanda biz başladıq, Ramazanın sonunda nə qazanmışıq? Səbirli olmağı öyrənmişikmi? Mərhəmət hissimiz artıbmı? Şəfqət hissimiz artıbmı? Və ona görə də biz bu barədə daha çox düşünməliyik. Ceyhun müəllim, siz millət vəkillərimiz arasından sahib seçilən millət vəkillərimizdənsiniz ki, həm xalqın içərisində çox olursunuz, şəhid ailələri, qazilər və xalqın bütün təbəqələrindən olan insanlar, xüsusilə də gənclərlə əlaqədə olan, davamlı onlarla
fikir alış-verişi edən, yəni onların dərdləri ilə maraqlanan, onlarla sosial fəaliyyətlərdə yaxından iştirak edən bir millət vəkilisiniz. Qeyd elədiniz, bu sosial yardımlaşma ilə bu nöqtəyə gəlirəm. Ramazan ayında hər kəs o tutduğu orucun bir mahiyyətini dərk etməsi lazımdır ki, artıq mən Ramazanın sonunda nəyi qazandım və insanlarla bu sosial yardımlaşmanı necə paylaşa bilərəm. Yəni siz bu cəmiyyət içərisində oruç tutan insanlardan necə müşahidələr apara bilirsiniz? Həqiqətən sözün həqiqi mənasında oruç tutan insanlar, bu ibadəti icra edən insanlar Ramazanın sonunda Ramazanın vermək istədiyi dərsi həqiqətən öyrənib ətrafındakı insanlara paylaşa bilirlərmi? Yəni bu şuur formalaşırmı? Siz burada birinci onu nəzərə almalıyıq ki, biz 70 il milli mənəvi dəyərlərimizdən uzaq qaldıq. Yəni bu 70 il bir ənənənin müəyyən mənada qırılmasına gətirib çıxartdı. Və yeni bir nəsil yetişdi ki, onlar dindən müəyyən mənada uzaqlaşdılar. Çünki o dövrdə hamımız bilirik ki, insanları məcbur edirdilər yemək yeməyə ki, yoxlasınlar, görsünlər, oruçdur yox. Və biz müstəqilliyimizi əldə etdikdən sonra artıq bu azadlıqlar, sərbəstlik verildi. Mən həmişə gənclərə də deyirəm, insanlarla görüşdə də deyirəm ki, illər öncə bizim əcdadlarımızın ən böyük arzusu o idi ki, o gün gəlsin ki, oruç tuta bilsinlər, namaz qıla bilsinlər. Ümumiyyətlə, ümumi cəmiyyətdəki proseslərə baxanda, indi Ramazan başlayandan demək olar ki, mən hər gün müxtəlif iftar tədbirlərində oluram. Əksəriyyəti bizim şəhid ailələri ilə bağlı iftar mərasimləridir. Ümumi götürdükdə, yəni insanların içərisində, yəni Ramazanın mahiyyətini anlayan insanlar var. Onu demək, həyatlarında tətbiq etmək istəyənlər də var. Amma eyni zamanda Ramazanın mahiyyətini tam anlamayan insanlar da hələ ki var. Mən biraz bundan əvvəl bu məsələnin üzərində durdum. Ümumiyyətlə, mən bunu həmişə deyirəm ki, bugün müsəlman dünyasının bir əxlaq problemi var. Yəni, əxlaq dedikdə, yəni problemi dedikdə mən tərbiyəsizlik mənasında nəzərdə tutmuram. Yəni, biz nə dərəcədə buna əməl edirik. Misal üçün, namaz qılırıq, oruç tuturuq və bu bizim əməlimizdə özünü nə qədər göstərir. Yəni, mən düşünürəm ki, iman hər bir müsəlmanın qanına hoppalıdır, bədəninə hoppalıdır və bu hopurmu? Yəni, baxın, müsəlman dünyası təəssüf ki, illərdir ancaq zahirlə bir-biri ilə didişir. Biz bu reallıqları deməliyik. Namaz əli bağlı mı qılınmalıdır, əl açıq mı qılınmalıdır, yoxsa möhürlə mi qılınmalıdır, möhürsüz mü qılınmalıdır? Bəzən bu kimi məsələlər bizi məsələnin əsl mahiyyətindən uzaqlaşdırmış olur. Və bəzən də ümumiyyətlə insanların bir qismi elə anlayır ki, elə oruc ac qalmaqdan ibarətdir. Yəni, mən bir gün səhər tutdum, axşam, amma gün ərzində günahlar işlədirlər. Gün ərzində insanların haqqına girirlər. Bəzən ədəbsiz ifadələr işlədirlər. Və bəzən də yəni, iftarlarda görürsən ki, insanlar bir sıra məsələləri nəzərə almırlar. Və burada da sual olur ki, biz nə etməliyik? Biz daha çox maarifləndirmə aparmalıyıq. Biz daha çox təbliğat aparmalıyıq. Ümumiyyətlə, cəmiyyətdə bəzən fərqli-fərqli müzakirələr gedir. Hətta bəziləri təəssüf ki, düşünürlər ki, dini insanların həyatından çıxartmaq lazımdır. Yanlış bir yanaşmadır. Yəni, biz insanların, İslamın mənəvi o dəyərlərindən istifadəsi üçün, gənclər arasında onun təbliği üçün çalışmalıyıq. Çünki bu dəyərlər bizim kökümüzdür. Və biz bunu da o formada etməliyik. İndi misal üçün, baxın, indi mənə bu günlərdə müraciət oldu, mən onunla bağlı fikrimi bildirdim. Bəzən iftar məclisləri təşkil olunur. O iftar məclislərində ancaq eyni insanlar, yemək imkanı olan insanlar da bir araya gəlir. Bəzən ola bilər. Amma bu iftar məclislərinin əsas məqsədi və mahiyyəti
imkansız, öz güzəranını tam təmin edə bilməyən insanlar bu süfrələrdən bəhrələnməlidirlər. Bu süfrələrin baş tacı olmalılar, qonaqlar olmalıdırlar. Var, yəni belə məsələlər də var, amma eyni zamanda da biz bir sıra hallarda yəni Ramazanla digər günlərin qarşı salındığını da görürük. Çünki Ramazan tamam fərqli bir ab-havadır. Ramazan Allahın bizə bir lütfüdür, böyük bir nemətidir. Yəni Allah Taala Quranda da, hədislərdə də bu barədə deyilir. Yəni bu ayda 1000 aydan xeyirli olan Qədr gecəsi var. Və biz insanlara aşılamalıyıq ki, siz bu Ramazanın feyzindən, bərəkətindən düzgün istifadə etməyə bacarmalısınız. Yəni Ramazan ancaq yeyib içmək, bəzən də rəqs olur, bəzən də fərqli məsələləri biz görürük. Yəni indi müəyyən çərçivələr gözlənməklə insanlar əylənə bilərlər. Amma əsas mahiyyət olmalıdır ki, orada bir Ramazanın mahiyyəti açıqlansın, insanlara istiqamət verilsin, yön verilsin ki, biz bəzən də müəyyən insanları da qınamırıq. Çünki onlar məlumatsızdır. Ona görə bu maarifləndirmə işi çox önəmli bir fəaliyyət kimi bugün bizim qarşımızda durur. Ceyhun müəllim, Ramazan ayının ən belə deyək də xüsusi dəyərlərindən biri bir sahur yeməyidir, imsaka qalxırıq. Bir də iftar süfrələridir qeyd etdiyiniz kimi. Bu sahur və iftarda ailə fərdləri arasındakı münasibətlərə necə təsir edir? Bu sahur və iftarı, yəni indi bizi izləyən gənclərimiz var, ailə fərdləri var, hətta uşaqlar, yaşlılar, bütün yaş kateqoriyasından olan insanlar var. Sözün həqiqi mənasında, yəni həm sahurda, həm iftarda ailə fərdləri bugün son dövrdə hız və həz dövründə yaşadığımızı nəzərə alsaq, hər kəsin artıq bir otağı, bir evi, bir telefonu, fərqli bir dünyası. Ramazan ayını bu aspektdən dəyərləndirsəz. Ramazan bir kompleks ibadətdir. Yəni dinimiz təbii ki, bizə asanlaşdırmağı tövsiyə edir və insanların da həyatını asanlaşdırır. Bəzi məsələlər vacibdir, amma bəzi məsələlər vacib deyil, amma tövsiyə olunan əməllərdir. Və bu mənada, yəni hədislərdə də keçir ki, yəni sahura qalxmaq bir bərəkətdir. Əslində yenə ona gəlirik ki, yəni İslamın bu ibadətlərdən həm də məqsədi, alt hədəfi ailələrin bütövlüyünü qorumaqdır. Ailə mədəniyyətini cəmiyyətdə bərqərar etməkdir. Yəni süfrələr onda bərəkətli olur ki, insanlar bir arada sahura qalxırlar, ünsiyyətdə olurlar və eyni zamanda bunu iftarda da edirlər. Yəni Ramazanın tam yaşanılması üçün, Ramazanın xeyir və bərəkətindən istifadə olunması üçün əslində bunlar çox önəmli məsələlərdir. Yəni bəzən insanlar sahura qalxmır. İndi kimin işi çox çətindir, o biraz başqa ola bilər. Amma ümumilikdə isə biz bunu cəmiyyətimizə aşımalıyıq. Bəli, indi siz qeyd etdiniz, təəssüf ki, bizim müasir dövrün ən böyük problemi ünsiyyətsizlik problemidir. İnsanlar hamısı virtuallaşıb, ailədə hamı telefonlandır, hamı telefona qapanıb, ailə başçısı da, ana da, ata da və hamı artıq o qədər telefona alidə olub ki, ünsiyyət demək olar ki, sıradan çıxıb və çox azalıb. Və o mənada yəni insanlarımız çalışmalıdır ki, mütləq sahurda bir araya gəlsinlər. Çünki Ramazanın bərəkəti ondadır, xeyri ondadır. Yəni bir yerdə olmaq. Eləcə də iftarda da eyni qaydada. Yəni bir yerdə olmaq. Çünki getdikcə ailə fərdləri arasında soyuma baş verir. Yəni bizim ənənələrimizdə də həmişə ailələr bir yerdə yemək yeyib. Bütün sahurda da bir yerdə olublar, iftarda da bir yerdə olublar. Hətta bir-birini gözləyiblər. Məsələn, mən bu yaxınlarda Hacı Zeynalabdin Tağıyevin həyatı ilə yenidən tanış olarkən, burada maraqlı bir fikir keçir ki, yəni nahar yeməyinə az qalmış, hamı hazırlaşırmış, ayaq üstə gözləyirmiş ki, Hacı Zeynalabdin Tağıyev gələcək və onlar bir yerdə
ailəlikcə yemək yeyəcəklər. Və o özü də yəni çalışırmış ki, həmişə ailə ilə bir yerdə bunu etsin. Yəni ailəlikcə yemək yesinlər. Çünki bunu edən insanlar bilir ki, bu nə qədər bir zövqlü və nə qədər mənəvi baxımdan insana rahatlıq gətirən bir əməldir. Və ona görə də insanlarımız, yəni çünki bu elə bir formada formalaşıb ki, bütöv yanaşmasan həmin o hissi yaşamırsan. Çünki Ramazanda insan tamamilə fərqli bir dünyada olmalıdır. Amma müasir dövrümüzün işlərinin çoxluğu, insanların məşğul olması, gərginlik bəzən insanları çətin vəziyyətə sala bilir. İnsanlar fərqli yanaşa bilirlər. Ona görə bu həm də bir mədəniyyətdir ki, bu mədəniyyəti Ramazan bizə öyrədir ki, siz bir yerdə yemək yeməlisiniz. Yəni böyüyə hörmət olmalıdır. Hər kəs bir yerdə yeməlidir. Yoxsa biri yeyir, o birisi yeyir, o birisi yatır. Biri birini gözləmir. Yəni burada da yenə də çünki bərəkət, xeyr, feyz birlikdədir, həmrəylikdədir. Birgə ibadətlərdədir. Nə üçün birgə qılınan namaz o biri namazlardan o qədər savablıdır. O eyni zamanda oruçluqda da elədir. Ona görə mümkün qədər biz çalışmalıyıq ki, bunu edək və mümkün qədər ailə fərdləri heç olmasa Ramazanda, sahurda, iftarda bir araya gəlsinlər, ünsiyyətdə olsunlar və bir yerdə bu imkanlardan, bu xeyir, bərəkətdən faydalansınlar. Cəmən, Peyğəmbərimizin həyatına baxdığımız zaman görürük ki, səhabələrdən gələn rəvayətlərdə Peyğəmbərimiz cömərd idi, amma Ramazan ayında daha da çox cömərd olurdu. Yəni cəmiyyətimizdə də Ramazan ayı gəldiyi zaman bəzi o maariflənmiş insanlar, sözün həqiqi mənasında bu aya dəyər verən, onun bütün qaydalarına riayət etməyə çalışan insanlar yardımlarını və ianələrini də bu ayda paylaşmaq istəyirlər və paylaşırlar. Bayaq da qeyd etdiyiniz kimi Ramazan ayı bir fürsət ayıdır. Ramazan ayı paylaşmaq üçün o sədəqələrin, zəkatların verildiyi bir aydır. Daha çox tövsiyə edildiyi bir aydır. Bu cəmiyyətdəki fərdlər arasındakı sosial münasibətlərin, o həmrəyliyin artmasına bu kimi xidmətlərin faydası nədir? İnsanoğlu anlamalıdır ki, bu dünyada nə varsa heç birinin həqiqi sahibi o deyil. Yəni bu neməti, bu zənginliyi bizə bəxş edən uca Allahdır. Yəni Quranda da bunun nümunələri var və eyni zamanda insanlar bilməlidir ki, onların hər birinin üzərində qul haqqı var. Yəni zəkat nə üçün vacibdir? Zəkat məhz buna görə vacibdir ki, insanlar insanlara dəstək olsunlar. Bilirsiniz, indi bu cəmiyyətdə bu yardımlaşma olmayanda, həmrəylik olmayanda, birlik olmayanda bəzən insanlar bunu düşünmürlər və düşünmək istəmirlər. Cəmiyyətdə düşmənçilik olur. Çünki imkanı olmayan insan bəzən çox aqressiv olur və bəzən də müxtəlif səbəblərdən dağıtmağa daha çox meyilli olur. Və o bəzən də bunu bu və ya digər formada bir haqsızlıq kimi anlaya da bilər. Və ona görə də Quranda da Allah Taala bunu dəfələrlə vurğulayır ki, yəni heç biriniz malınızı xərcləməkdən çəkinməyin. Allah Taala yəni sizin malınızı daha da artıracaq. Biraz qəribə gələ bilər, amma bu Allahın bizə vədidir ki, İnsan pul xərclədikcə, insan insana dəstək olduqca Allah da ona dəstək olur. Baxın, indi Quranda bu Qarut-Marutla bağlı çox məşhur bir rəvayətdə də bu keçir. Yəni, onların o qədər pulu malı olur ki, təkcə açarları daşımaq üçün neçə adam tuturlar. Onlara deyəndə ki, bu vəsaitdən xərcləyin, yəni bu rəvayətlərdə də gedir, onlar deyir ki, bunu biz ümumiyyətlə, bu müasir dövrdə indi də biz bunu eşidirik. Bir də görsən kimsə deyir ki, mən özüm əziyyət çəkmişəm, qazanmışam, niyə verməliyəm? Bəli, sən əziyyət çəkmişsən, qazanmışsan. Amma Allahın da istəyi olmasa, sən buna nail olmazdın. Nə baş verir? Bir gün içində onlar hər şeylərini itirirlər. Əllərində nəyi var itirirlər. Ona görə insan bilməlidir ki, onun üzərində bir haqq var, qul haqqı var. Mən həmişə deyirəm, yəni biz bir gəmidəyik, bir dünyadayıq.
bu dünyada hamı çalışmalıdır ki, bir-birinə dəstək olsun, bir-birinin yanında olsun. Yəni elə olmasa bu dünyanın nizamı da pozulacaq. Niyə inqilablar baş verir? Niyə müharibələr baş verir? Niyə insanlar bir sıra hallarda qarşı durmaya gedirlər? Bunun da bu cür səbəblər var. Ona görə biz çalışmalıyıq ki, yəni bu ayda daha çox paylayaq, daha çox verək. Yəni əslində mən bəzən düşünürəm ki, heç də müsəlman dünyası Ramazanın fəlsəfəsinin, hikmətin tam mənasında anlaya bilməyib. Yəni Ramazan o qədər böyük dəyərləri, hikmətləri özündə əks etdirir ki, saydıqca qurtarmır. Yəni baxın, yardımlaşmadan tutmuş. Yəni sanki Allah Taala bu bir ayda, indi bilirsiniz, hədisdə də keçir ki, şeytanın da qolu bağlanır, əli bağlanır. Yəni bir ay Allah bizə bir şans verir, bir lütf bəxş edir ki, bu bir ayda çalışın. Yəni siz məsələn baxın, adi bir vaxtda insan 1 saat, 2 saat ac qala bilmir. Amma Ramazanda bunu edə bilirik, susuz da qala bilirik, yemək də qala bilirik. Bu da Allahın bizə lütfüdür. Və sədəqələrlə bağlı, zəkatla bağlı, yardımlaşma ilə bağlı, iftarla bağlı. Görün nə qədər bizə Allah Taala böyük imkanları vəd edirdi. Nə qədər fürsət saxlayıb. Ona görə bu fürsətlərdən, imkanlardan biz maksimum dərəcədə istifadə etməyə, yararlanmağı bacarmalıyıq. Çünki bu bilmirik. Yəni növbəti Ramazanı yaşayacağıq, yaşamayacağıq. Çünki bu da Allahın bir işidir. Ona görə hər dəfə insanlar arzu edir ki, inşallah bu Ramazanda yaşayarıq. Amma Ramazanı həqiqi mənada dərk edərək, paklaşaraq, saflaşaraq, rəhmət hissini artıraraq, səbir hissini artıraraq, insanların yanında olaraq bu ibadəti biz yerinə yetirməliyik. Yəni bir daha mən vurğulayıram, yəni günün müəyyən hissəsi ac qalmaq, bəli, ibadəti yerinə yetirdik. Amma bunun arxa fəlsəfəsinə önəm verməliyik. İnsan baxımından da bir məsələyə bütövlükdə yanaşmağı bacarmalıyıq. Cemal, ümumi söhbətimizi belə xülasə etmiş olsaq, sözün həqiqi mənasında Ramazan ayı sosial faydalarına nəzər yetirdiyimizdə fərdi faydalardan çox sosial faydaları daha çoxdur. Həm ailə olaraq, həm də ətrafımızdakı dostlar, tanışlar, yaxın qohum, əqraba. Bir son sual vermək istəyirəm Ceyhun sizə. Çox mənim üçün də maraqlıdır. Bu ərəblərin bir sözü var, deyir: "Əl-cu'u yuallimul qalbə əl-mərhəmə." Aclıq qəlbə mərhəməti öyrədir. Yəni acın dərdini bilir. Tox əslində acdan xəbərdar olmur. Necə etmək olar ki, cəmiyyətimizdə də, yəni tox insanlar da acdan xəbər tutsunlar? Bilirsiniz, burada problem nədir? Təəssüf ki, müasir dövr bizə həyatı çox fərqli təqdim edir. Və bugünün cəmiyyətləri istehlakçı cəmiyyətə çevriliblər və fərdiyyətçi cəmiyyətə çevriliblər. Yəni təbliğ olunan odur ki, biz bu həyata ancaq əylənməyə gəlmişik, yeməyə gəlmişik, gəzməyə gəlmişik. Və bu artıq insanların təəssüf ki, həyat tərzinə çevrilib və ən çox işlətdiyimiz və eşitdiyimiz sözdə olur ki, dünya 5 günlükdür, kef edin. Kaş bunu o vaxt deyəndə deyirdilər ki, dünya 5 günlükdür, çalışın daha çox yaxşı əməl görün, yaxşı işlər görün və təəssüf ki, təbliğat bu yöndə getdiyinə görə, yəni müasir dövrün təəssüf ki, insanların bir xeyli hissəsinin qəlbi daşlaşıb. Allah Teala Quranda bu məsələyə çox toxunur. Hətta qəlblərə möhür vurulması məsələsi də var. Və ona görə insan ki, hamı bir-biri ilə maddi zənginlikdəki yarışa girib, avtomobil olsun, mənim də olsun, o alır, o da ondan daha yaxşısını alır, ev alır, onun kimi. Və bugün insanları ehtiyaclarından da artıq nələrisə əldə etməyə çalışırlar. Və bir məşhur İslam aliminin bir sözü vardı. Deyirdi ki, insan dünyadan köçəndə
iki bədbəxt hadisə baş verir. Yəni onun üçün birinci bu dünyada nə qazanıbsa hamısını qoyur. İkinci də özü ilə heç nə apara bilmir. Yəni bir insan üçün nə lazım ola bilər? Mən bu hədisi tez-tez xatırlayıram. Yəni Peyğəmbərimiz s.ə.v deyir ki, yəni biriniz yemək tapdısa, başını qoyub yatmağa yer tapdısa, Rəbbinə şükür eləsin. Yəni mənim 40 dənə evimi mən nə edəcəm? O evdə necə qalacam? Neçə dənə avtomobil, neçə dənələr. Və bəzən də yəni insanlar unudurlar ki, onlar o dünyada bunun hesabını verəcəklər. Və insanlar bunu dərk eləsələr, bunu anlasalar, ümumiyyətlə həyat tamamilə fərqli olar. Ona görə biz çalışmalıyıq ki, cəmiyyətdə yaxşı toxumları səpək. Yəni insanlar anlasınlar. Yəni Quranda da qeyd olunduğu kimi Allah Taala deyir ki, heç bir nəfs bilmir ki, harda və nə zaman dünyasını dəyişəcək. İnsan 1000 dənə beyində xəyal qurur, arzu qurur, amma bir saatdan sonra nə olacaq, başımıza nə gələcək, bunu heç kim bilmir. Ona görə yəni təkcə Ramazanla bağlı yox. Yəni biz tərbiyə işində gənclərimizə, balalarımıza bunu aşımalıyıq ki, yəni biz yalnız özümüz üçün yaşamalı deyilik. Mən bunu həmişə deyirəm. Yəni faciələr insanlar şəxsi mənafiyə, ictimai mənafiədən üstün tutanda baş verir. Və ona görə yenə də gəlirik ki, yəni heç kim, yəni bu bir şəri məsələdir həm də. Allah Taala bizi müxtəlif yolla imtahana çəkir. Və o imtahanlardan biri də bizə verdiyi mal-dır, mülkdür. Biz bu dünyada sevinirik. Amma bəlkə də o dünyada deyəcək ki, kaş bu mal, mülk məndə olmayaydı. Bu qədər də mən bir ağır hesabı verməyəydim. Ona görə insanların yanaşması belə olmalıdır ki, bu bizə verilən mal, pul təkcə özümüz üçün deyil, həm də insanlara vermək üçün, həm imtahandır, həm savab qazanmaq üçün bir fürsətdir, həm savab qazanmaq üçün bir imkandır. Və ona görə bu fəlsəfədən, bu baxımdan da insanlar yanaşmağı bacarmalıdırlar və Ramazan bizim üçün bir qəlbləri titrətmək üçün, xatırlatmaq etmək üçün, bizi hərəkətə gətirmək üçün bir aydır. Amma bundan sonraki məsələlər artıq bizim tərəfindən edilməli və bizim atılmalı olduğumuz addımlar və məsələlərdir. Ona görə yəni biz yalnız Ramazanda bir ay bu işləri gördük, bir aydan sonra davam edək, belə bir anlayış yoxdur. Bəzən indi bizdə müxtəlif mərasimlərdə içki içmir, sonra başlayır və ya hansısa. Ramazan yəni bizə bunu bir vərdiş halına çevirməyi təlqin edir. Bizdən istəyir, bizdən tələb edir ki, biz bu ayda yığdığımız enerjini, yığdığımız azuqəni növbəti aylarda səmərəli istifadə edək və onun üçün fəaliyyətimizi quraq. Və insanlar da yəni çalışmalıdır ki, daha çox yaxşı əməllərdə yarışsınlar. Quranda qeyd olunduğu kimi savab işlərdə yarışsınlar və unutmasınlar ki, verəcəklərsə Allah onların ruzilərini artıracaq. Biraz qəribə gələ bilər, amma bu Allahın vədidir. Allah Quranda da deyir ki, mənə şükür edərsinizsə, sizin verdiyim neməti artıraram. Və bu prinsipdən çıxış edib, maksimum dərəcədə insanların yanında olmaq və bu istiqamətdə addım atmaq. Yəni, başqalarını düşünmək, yalnız özü üçün yaşamamaq. Yəni, hətta İslam alimlərində belə bir ənənə vardı. Bəzən özləri yerə uzanaraq, öldüklərini düşünüb özlərini bir anlıq o dünyada təsəvvür edirlər. Və ona görə bu azlıq hissini insan yaşarkən həm də bunun hədəfi və məqsədi başqalarını düşünməkdir. Yəni, ümumiyyətlə, İslam fəlsəfəsi odur ki, insanlar yalnız özü üçün yaşamalı deyil. İnsanlar həm də başqalarını düşünməlidirlər və bizə verilən ruzi də fayda, həm imtahandır, həm də kasıbın haqqıdır bizim üzərimizdə. Biz bunu nəzərə almalıyıq. Ceyhun müəllim, sözün həqiqi mənasında sizinlə həm söhbət olmaq mənə
mənəvi zövq verdi. Çox maraqlı, çox dəyərli fikirlərə təmas etdiniz. Qeyd etdiyiniz kimi sözün həqiqi mənasında Allah hər birimizə nəsib eləsin bu Ramazan ayında özümüzdən çox başqalarını düşünək. Amin. Özümüzü belə deyək, daha çox özümüz üçün yığmaqdan çox başqaları üçün paylaşmağa çalışaq inşallah. Allah sizlərdən də razı olsun. Çox dəyərli vaxtınızı, dəyərli zamanınızı ayırdınız, gəldiniz. Bizim də çox önəmli bir mövzunu müzakirə etdiniz. Adam var, yaxınlaşdıqca uzaqlaşırsan deyir o adamdan. Adam var, yaxınlaşdıqca daha da yaxınlaşırsan. Sözün həqiqi mənasında sizə görə, qarşı-qarşıya olduğumuza görə demirəm, Ceyhun mənim sözün həqiqi mənasında yaxınlaşaraq daha da yaxınlaşmaq istədiyimiz çox dəyərli insanlardansınız. Var olun, əksik olmayın. Gecəniz mübarək olsun. İnşallah neçə belə gözəl proqramlarda görüşmək ümidi ilə. Amin. Sağ olun. Siz də sağ olun. Maraqlı suallara görə. Bəli, əziz izləyicilərimiz, növbəti bir Ramazanla Diriliş proqramının sonuna gəldik. Bugün biz Ramazanın sosial faydaları, insanların bir-birinə necə daha yaxınlaşdığı, yardımlaşma və mərhəmət duyğusunun necə gücləndiyi haqqında maraqlı və düşündürücü söhbət etdik. Bu müqəddəs ay bizə xatırladır ki, paylaşmaq yalnız bir süfrəni deyil, bir ürəyi də bölüşməkdir. Yardımlaşmaq yalnız maddi deyil, mənəvi bir ehtiyaca da cavab verməkdir. Ramazan bizə göstərir ki, sevgi və şəfqət cəmiyyətin ən möhkəm təməllərindəndir. Gəlin, bu ayda qazandığımız gözəl xüsusiyyətləri Ramazandan sonra da yaşadaq, ehtiyacı olanlara yalnız bugün deyil, hər zaman əl uzadaq. Sevgini və mərhəməti həyatımızın ayrılmaz hissəsinə çevirək. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Dualarınız qəbul olsun. Qəlbiniz Ramazan bərəkəti ilə dolsun. Gecəniz xeyrə qalsın. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. Hayya ale's-salâh. Hayya ale's-salâh. Hayya alel-felâh. حي على الفلاح. الله أكبر، الله أكبر. لا إله إلا الله. اللهم رب هذه الدعوة التامة والصلاة القائمة آت محمدا الوسيلة والفضيلة والدرجة الرفيعة وابعثه مقاما محمودا الذي وعدته إنك لا تخلف الميعاد. اللهم لك صمت وبك آمنت وعلى رزقك أفطرت
Allah'ım, senin rızan için oruç tuttum. Sana iman ettim, tevekkül ettim. Vermiş olduğun ruzinle de orucumu açtım. Kabul et ya Rabbim.